Belə getsə zəhərlənmələr Ağdam rayonunda sözün əsl mənasında kabusa çevriləcək. Çünki növbəti xoşagəlməz olay yaşanıb. Bu dəfə də zəhərlənməyə tuş gələnlər azyaşlı uşaqlar olub. Amma pomidor turşusundan deyil, mağazadan alınan şirniyyatdan. Deməli, bu sahəyə cavabdeh olan qurumlar hərəkətə keçməli və bir-birinin ardınca baş verən oxşar hadisələrin səbəblərini aydınlaşdırmalıdırlar. Ağdam rayonu ərazisində 2 ailənin 5 azyaşlı uşağı mağazadan aldıqları şirniyyatdan zəhərlənib. Hadisə ötən axşam rayonun Quzanlı qəsəbəsindəki məcburi köçkünlərin yaşadığı şəhərcikdə baş verib. Valideynlərdən biri Firdovsi Quliyev bildirib ki, uşaqlar həmin vaxt mağazadan şokoladlı peçeni alıb yeyiblər. Valideynin sözlərinə görə azyaşlıların səhhətləri pisləşən zaman evdə tək olublar. Bu barədə onlara qonşuları xəbər verib. Qonşu zəngilər ki, bəs uşaq ki, ev düşəndən zad alıb, tutuqu deyir, nə deyir onunla, kökə. Alıb uşaq yeyib, uşaq hamısı qırılır. Mən də getdim, gördüm evdə çardaq var evin qabağında. Uşaq çardağın altı pakka-pakkusu döşəni vurur. Mən də bir o balaca uşağı götürdüm, birisi o balaca uşağı qaçırtdım, onun vəziyyəti pis idi. Onu göndərdim bura balın suya. Aradan da belə içində görməm, uşaq yox. Uşaq hamısı döşənib yerə. Qeyd edək ki, onlar dərhal Ağdam rayon uşaq xəstəxanasına gətirilib. Səhiyyə müəssisəsindən bildirilib ki, onlardan birinin vəziyyəti nisbətən ağır olub. İlkin təcili tibbi yardım göstərildikdən sonra uşaqların vəziyyəti yaxşılaşıb. Qidadan ümumiyyətlə zəhərləmə kimi olubdur, qida intoksikasiyası. Amma ağır elə hal yoxdur. Mədələri yuyuldu, sistem qoyuldu, hər ehtimala qarşı dəva dərman olundu. Hal-hazırda elə dünən saat 11-dən 12-dən sonra uşaqların vəziyyəti çox yaxşıdır. Uşaq xəstəxanasının baş həkimi Həqiqət Süleymanova onu da bildirib ki, zəhərlənənlər bir müddət həkim nəzarətində saxlanılacaq. Artıq faktla bağlı Ağdam rayonunun hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır. Daşqın Güneyli, Ziya İsmailoğlu, Şahin Qurbanzadə, LTV Ağdam Quzanlı.